Peygamberimiz sallallahu aleyhi ve sellem demiştir. İsrail oğullarında iki kişi var idi. Onlardan biri ibadette çalışkan idi. Digeri ise günah ederdi. Onların arasında kardeşlik münasebeti var idi. İbadette çalışkan olan daim diğerini günah ederken görer ve her dəfə ona günahları terk et deyərdi. O ise məni Rəbbimlə tək bırak, məgər sən mənim üzərimdə gözətçi göndərilmisən deyə cavab verərdi. Bir dəfə o qardaşını böyük bir günah edərkən gördü və ona dedi: "Vay olsun sənin halına, terk et bu günahı." Günahkar dostu yenə eyni cavabı verdikdə ona qəzəblənib deyir ki, Allah'a and olsun ki, Allah səni bağışlamayacaq. Bu zaman uca Allah bir mələk göndərdi və bu mələk onların ruhlarını alıb aləmlərin Rəbbinin huzuruna gətirdi. Allah günahkar olana deyir ki, mərhəmətim sayəsində get və cənnətə daxil ol. Allah ibadətdə çalışkan olana deyir: sən məni tanıyırdınmı? Sən mənim əlimdə olana sahib idinmi? Onu cəhənnəmə aparın.